Amin. Mərhum İbn Məhəbbətə haqqınızı halal eləyirsinizmi? Halal olsun. Gəlin indi tək-tək halallıq alım. Qardaş, sənə nə borcu xərci var idi? Sən də haqqını halal eləyirsənmi? Deməli məndən gəldi elə hər də biznes adından 20 manat alır ki, işi böyüdəcəm, eləyəcəm. Sən nə dedilər, qaçmıram, dana verəcəm. Belə də yuxarı çıxdı. Halaldır. Halaldır. Qardaş, sən də haqqını halal eləyirsənmi? Sənə nə borcu xərci var idi? Qardaş gəldi məndən bu iPhone 17-ləri götürdü. Dedim ay məhəbbət pulu. Dedi nə olur və at döy, dəvə döy verəcəm dana. O dana bu dana hələ gətirib pulu çıxartmadı. Qardaş, haqqını halal eləyirsənmi? Halal olsun. Mənim gözəl balam, sən də haqqını halal eləyirsənmi mərhuma? Səhərə kimi şəhərdə taksi ilə gəzdirdim. Gəldi evə dedi, indi pulu gətirirəm, gətirmədi. Dedi, verəcəm dana. Şair, hamı haqqını halal elədi. Sən də mərhum Məhəbbətə haqqını halal eləyirsənmi? Mərhum axırıncı dəfə məndən bizim evin işıq pulunu aldı ki, mən sənin işıq pulunu ödəyərəm. Ödəmədim. Evimiz indi də işıqsızdır, amma mərhum işıqlı dünyadadır. Halal eləyirəm. Qardaşlar, haqqınızı halal eləyirsinizmi? Halal olsun. Dəqiq halal eləyirsinizmi? Halal olsun. Yaxşı. Allah! Все, halal, danıştığa kişi gibi halal. Kurtardım. Halal, все, kurtardı. Все, sen de halal. Bugün rüblüyü bağladık. Все, halal. Ay Məhəbbət, bəs mən pulum. Hadi yakıştığını gedirmeli bir. O biri talpan yıkıp getireceğim. 20 nefer orada. Onu da hakkını halal edecek. Yakışınlar otur. Ha öyle mi? O da ölecek. İş soktu. İş sok gitti. Süperdik, süperdik.